Vətəndaşlar başa düşüləndir, narahatçılıq var, su yığılan hallar var. Ancaq tam əmin eləyə bilərəm ki, qısa bir müddətdə bu problemlərin hamısı tam tərəfimizdən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən aradan qaldırılacaqdır. İntensiv yağan yağışlardan sonra Respublikanın müəyyən ərazilərində olduğu kimi Sumqayıtın bəzi hissələrində də kanalizasiya xəttlərində fəsadlar yaranıb. Hazırda həmin fəsadların aradan qaldırılması üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və digər aidiyyatı qurumların əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər. İntensiv yağıntıların başladığı ilk gündən etibarən Sumqayıt şəhərində kommunal xidmətlərinin fəaliyyəti gücləndirilmiş iş rejimində təşkil olunub. Sumqayıt şəhər İcra Hakimiyyətinin koordinasiyası ilə aidiyyatı qurumlar tərəfindən yaranan çətinliklərin operativ aradan qaldırılması istiqamətində fasiləsiz tədbirlər görülür. Su basmış ərazilərdə təmizləmə işləri aparılır. Kanalizasiya xətləri açılır və digər zəruri tədbirlər həyata keçirilir. Məhz yağıntının aylıq normadan 6 dəfə çox olması bir sıra mərkəzləşmiş kanalizasiya kollektorunda qəzaların yaranmasına səbəb olmuşdur. Bu qəzaların aradan qaldırılması üçün artıq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərir. Qəzalar aradan qaldırılır. Göründüyü ərazidə 10-cu mikrorayon ərazisində Babək küçəsində yeni kanalizasiya kollektorunun çəkilişinə artıq başlanılıb. 760 metr məsafədə yeni diametri 1000 mm-lik kanalizasiya kollektoru çəkilir və eyni ilə də digər briqadalar tərəfindən baş vermiş qəza və göründüyü kimi aradan qaldırması istiqamətində 24 saat iş gedir. 24 saat həm gecə və həm gündüz briqadalar tərəfindən 24 saat iş gedir. Məlumata görə şəhərdə mövcud kanalizasiya xətlərinin əksəriyyəti 60 ildən artıq əvvəl inşa olunub və artıq istismar müddətini başa vurub. Bu səbəbdən intensiv yağıntılar zamanı bəzi ərazilərdə çətinliklərin yaranması qaçılmaz olur. Qeyd edək ki, bu problemin köklü həlli məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün dövlət proqramı təsdiqlənib. Proqram Bakı, Sumqayıt və Abşeron ərazisində su və kanalizasiya infrastrukturunun tam yenilənməsini nəzərdə tutur. Dövlət proqramına əsasən yaxın illərdə Sumqayıt şəhərində də içməli su və kanalizasiya şəbəkəsinin genişləndirilməsi və yenidən qurulması planlaşdırılır. Layihə çərçivəsində şəhərdə yeni su və kanalizasiya xətlərinin çəkilməsi nəzərdə tutulur. Hazırda da proqram çərçivəsində müvafiq qurumlar tərəfindən mərhələli şəkildə yenilənmə və modernləşdirilmə işləri aparılır. Bununla yanaşı şəhər rəhbərliyinin nəzarəti altında yaradılmış xüsusi qərargah 24 saat ərzində vəziyyəti nəzarətdə saxlayır. Daxil olan məlumatlara operativ reaksiya verilərək problemlərin qısa müddətdə aradan qaldırılması istiqamətində tədbirlər görülür. Eyni zamanda vətəndaş müraciətlərinin qəbulu və operativ cavablandırılması məqsədi ilə qaynar xətt fəaliyyət göstərir və daxil olan müraciətlər əsasında təxirə salınmaz tədbirlər həyata keçirilir. Günay Hüseynova, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.